Azərbaycan Respublikası Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı əlaqələndirmə qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Ağdam şəhərində qərargahın növbəti iclası keçirilib. İclasda çıxış edən Samir Nuriyev bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində geniş miqyaslı işlər davam etdirilir. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində Ağdam rayonu da daxil olmaqla bütün işğaldan azad olmuş ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyini diqqətə çatdıran qərargah rəhbəri qeyd edib ki, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur, həyat getdikcə daha da canlanır. 5 il ərzində dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib. 159 müxtəlif təyinatlı layihənin təməlini qoyub. 133 obyektin və infrastruktur layihəsinin açılışını edib. Bildirilib ki, Böyük Qayıdış proqramının uğurla icrası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm işlər görülür. Artıq işğaldan azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir. İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, dayanıqlı məskunlaşmaya nail olmaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli əsas hədəflərdən biridir. Bu məqsədlə kənd təsərrüfatı sahəsində fəaliyyətin genişləndirilməsi, biznes mühitinin stimullaşdırılması və iqtisadi fəallığın təşviqi istiqamətlərində zəruri tədbirlər görülür. Artıq Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanır. İşğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye məhəllələrində sahibkarlıq fəaliyyəti genişləndirilir və investisiyalar cəlb edilir. Qərargah rəhbəri işğaldan azad edilmiş ərazilərdə şəhər-kənd inteqrasiyasının gücləndirilməsi və regionların digər ərazilərlə dayanıqlı əlaqəsinin təmin olunması məqsədi ilə nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini də qeyd edib. Hazırda ümumi uzunluğu 2644 kilometrə çatan 40 avtomobil yolunun inşası davam etdirilir. Uzunluğu 224,1 kilometr olan 7 yolda işlər artıq yekunlaşıb. İşğaldan azad edilmiş ərazilərin inkişafı və yeni yaşayış məntəqələrinin salınması məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladan Samir Nuriyev, bu prosesin yalnız fiziki məkanların qurulması ilə məhdudlaşmadığını, eyni zamanda sosial, iqtisadi, ekoloji və hüquqi aspektləri özündə birləşdirən çoxşaxəli və kompleks yanaşmanı tələb edən bir proses olduğunu vurğulayıb. Daha sonra iclasın gündəliyinə uyğun olaraq əlaqələndirmə qərargahının idarələr arası mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramının icrası istiqamətində, habelə proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, nəqliyyat infrastrukturunun yaradılması, sərnişin daşıma və rabitə xidmətlərinin təşkili, ərazilərdə şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması və bərpası sahəsində görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumatlar təqdim edilib. İclasın sonunda qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa quruculuq işlərinə mühüm əhəmiyyət verdiyini qeyd edib. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb. Səfər çərçivəsində Ağdam şəhəri ərazisində bir sıra obyektlərə, o cümlədən Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinə, Ağdam Muğam mərkəzinə və Ağdam İmarət kompleksinə baxış keçirilib. Ötən ildən etibarən tikintisinə başlanılmış 2-ci yaşayış məhəlləsi ilə tanışlıq çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi tərəfindən qeyd edilib ki, hazırda 11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir. Məhəllədə ümumilikdə 60 yaşayış, 6 qeyri-yaşayış binası olmaqla 1268 mənzilin, həmçinin
qazanxananın, uşaqlar üçün əyləncə mərkəzinin, idman meydançalarının inşası nəzərdə tutulur. Daha sonra Ağdam Cümə məscidi ziyarət edilib. İşğal dövründə 2000-ci il mayın 9-da ümummilli lider Heydər Əliyevə təqdim olunmuş daş parçasının aid olduğu məscid Heydər Əliyev fondu tərəfindən əsaslı bərpa olunub. Məscidin qırıq minarə və içindəki daşları, giriş qapısı bərpa olunub. Fasadı tarixi görkəminə uyğun restavrasiya edilib. Sonda dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkına yola düşən əlaqələndirmə qərargahının üzvləri burada sahibkarlıq subyektləri üçün yaradılmış şəraitlə tanış olublar. Sənaye Parkı barədə məlumat verən İqtisadiyyat naziri vurğulayıb ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci sənaye parkıdır. Burada ümumilikdə 31 olmaqla 27 müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye Parkında divar kağızının istehsalçısı olan Mister Dekor, rabitə və işarə vermə mikroprosesor mərkəzləşmiş sistemi avadanlığı istehsalçısı olan Rail Trans Service, orta və aşağı gərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarj doldurma avadanlığı istehsalçısı olan El Elektrik və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan Bafco Invest məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub.